Qərar aldım ki, sizlərlə birlikdə bu prosesə şahid olaq. Gəlin birlikdə gedək. Gəldik, çatdıq məkana. Dedik önlərimiz açıldı. Gəlin birlikdə gedək. Qəzə olmasına baxmayaraq hər birimiz buradayıq. Gəlmişik, birlikdə gəldik bu məkana. Saçımız, başımız dağıldı, buruqlarımız açıldı. Amma yenə də biz xoşbəxtik, çünki biz birlikdəyik. Hal-hazırda köylülər yeməklərdən dadırlar. Xoş olsun hər birinə. İnşallah digər prosesləri sizinlə bölüşəcəyik. Bunu hal-hazırda gətirdilər və deyilənə görə bu qızardılmış pendirdir. Ümumiyyət dadına çox maraqlıdır. Sevirəm mən ümumiyyətlə pendiri. Belə necə aldım. İlk dəfə səhər yeməyinə gəlirəm. Amma bura yox, bir başqa məkanda olmuşum, onu bəyənməmişdim. Amma ikinci səfərimdəki səhər yeməyini çox bəyəndim, çox əladır. Dadlı yeməklər və səbirsiz yeyirəm yeməkləri və gələcək yeməkləri gözləyirəm. Kanuna uyğun etdik və bugün artıq qızdan məzun oldular. Necə deyim, bir missiyanı ondan sonra çatdırdılar bu şəkildə. Onlara gələcək həyatlarında, iş karyeralarında uğurlar arzu edirəm və inanıram ki, daha da yüksək olacaqlar gələcəkdə. Mind Bridge-ə gəlməzdən əvvəl özümü təqdim etməkdə, slaydlarımı təqdim etməkdə çox çətinlik çəkirdim. Həmçinin sosiallaşmaq mənim üçün çox qorxucu bir şey kimi görünürdü. Lakin Mind Bridge ilə tanış olduqdan sonra özümü daha yaxşı təqdim etmə bacarığına sahib oldum. Həmçinin insanlarla sosiallaşaraq zamanımı daha keyfiyyətli keçirməyə başladım və psixologiya sahəsi üzrə daha dərin nəzər və praktiki biliklərə sahib oldum. Bunun üçün İlahi xanıma çox təşəkkürlərimi bildirirəm. Mind Bridge-ə gəlməmişdən öncə özümü ifadə etməkdə, çıxışlar etməkdə, slaydımı təqdim etməkdə çox çətinliklər çəkirdim. Amma indi sərbəst şəkildə özümü ifadə edə bilirəm. Çıxışlarımda daha rahat, daha ifadəli özümü
təqdim edə bilirəm və öz ixtisasım üzrə maraqlı, faydalı məlumatlar, nəzəri məlumatlar əldə etdim və buna görə də Mind Bridge və direktor İlahə xanıma çox təşəkkür edirəm. Mind Bridge təşkilatına ilk dəfə qoşulamda müəyyən biliklərə sahib olsam da özümə inanmış hiss edirdim və komanda ilişkimdə çətinlik çəkirdim. İctimai çıxışlar vaxtında bu sahədə təcrübəm yox idi və bu təşkilat sayəsində təcrübə əldə etdim. Bu yolda bizə dəstək olduğu üçün İlahə xanıma öz təşəkkürümü bildirirəm. Mən birinci gəlməzdən öncə özümü ifadə etməkdə çətinlik çəkirdim. Həmçinin sivil mimikalarda məhdud sayda istifadə edirdim. Amma Mind Bridge təşkilatına qoşulduqdan sonra həm sosiallaşdım, həmçinin özümü ifadə etməkdə də artıq çətinlik çəkməməyə başladım. Cismi mimikalardan da maksimum sayda istifadə etdim. Ona görə də Mind Bridge təşkilatına təşəkkürümü bildirirəm. Mind Bridge təşkilatına qoşulmamışdan öncə sosial və psixoloji yönümü olan sahələrdə olan biliyim az idi. Bundan əlavə sosial biliklərim artdı. Həmçinin müəyyən mövzularda auditoriyaya təqdim eləmək, eləcə dolğun məlumat çatdırmaq, həmçinin vaxtı düzgün idarə etmək kimi biliklərə yiyələndim. Bunun üçün Mind Bridge təşkilatı və onun direktoru İlahə xanıma dərin təşəkkür edirəm. Mind Bridge-ə gəlmədən əvvəl slayd hazırlamaqda, onu təqdim etməkdə, özünü ifadə etməkdə çətinlik çəkirdim. Ancaq bu təşkilata qoşulduqdan sonra bu problemlərim aradan qaldırıldı və utanğaclığım da artıq, yəni düzəlməyə başladı. Bunun üçün də Mind Bridge təşkilatına və onun direktoru İlahə xanıma çox təşəkkür edirəm. Qızlar ürək sözlərini bizlərlə bölüşdülər. Çox xoş oldu mənə bunları onlardan eşitmək ki, bunlar mənim üçün çox dəyərli idi onların dediyi sözlər və bugün bir missiyanın sonuna çatdıq. Lakin bu son deyil, bu bir başlanğıcdır mənim üçün. İnşallah gələcək zamanlarda, yəni sentyabr ayında başladıqda bu yeni patoka, yeni könüllərimi gözləyirəm. İnşallah daha da gözəl başlanğıclara. Sağ olun.